Süni intellektin inkişafı, ya nəinki texnologiyanın inkişafı dövrümüzdə nə qədər inkişafa gətirib çıxarsa da, həmçinin bir o qədər də risk faktorları daşıyır özündə. Son illərdə süni intellekt texnologiyalarının sürətlə inkişafı nəticəsində hazırlanan videolar, xüsusən də deepfake adlandırılan görüntülər real videolardan demək olar ki, seçilməz hala gəlib. Mütəxəssislər bildirirlər ki, bu cür materialların yayılması həm sosial mediada dezinformasiya riskini artırır, həm də kütləvi informasiya vasitələrinin qarşısında yeni çağırışlar yaradır. Süni intellektlə yaradılan videoları müəyyən etmək hələ də mümkündür, lakin bu diqqətli müşahidə tələb edir. Ən çox rast gəlinən əlamətlər isə Süni intellekt insan səslərini nə qədər belə deyək də təqyiq etsə də, onlara ayrılma bir neçə faktorlar vardır. Əsasən mimikal hissləri yaşayanda, insan gülmək hissləri, sevinç hissləri, kədər hissləri, bu hissləri artıq süni intellekt nə qədər inkişaf etsə də, nə qədər belə deyək də professional bir səsləndirmə təqyiq etsə də, müəyyən bu hissləri dediyim kimi təqyiq edə bilmir. Çünki artıq robotlaşmış olduğu üçün süni intellekt gülmək, sevinç, kədər hisslərini artıq robotlaşmış kimi ifadə edir. İkinci qalan yerdə ağızdan çıxan kəlmələr. Məsələn, sözü dedik, artıq müəyyən bir saniyə sonra artıq ağız mimikası tərpənməyə başlayırsa, bunu artıq ayırd etmək mümkündür ki, bu süni intellektlə hazırlanmış videodur. Ekspertlər bu kimi xırda detalları süni videoların əsas zəif nöqtələri adlandırırlar. Bununla yanaşı beynəlxalq səviyyədə müxtəlif texniki analiz alətləri də artıq tətbiq olunur. Sensity Hive və digər xüsusi platformalar video çərçivələrini təhlil edərək görüntünün süni olub olmadığını müəyyən edə bilirlər. Canı yiyeyim. Sen Bağdanın heyva kompotunu hiç ömründe içmişsen. Ha buradan yığırıq ha. Ha Bağdanın tarlasında yetişen şəftəli, ha Naxçıvandakı. Eyni daddı, bu tarlanın sehiri neye desem değer. İçinde her tür naz neymət bitir. Digər bir tərəfdən səslərin üzərinə montaj olunması. Yəni səslər bildiyimiz kimi süni intellekt video ayrı, səslə ayrı orada birləşir arxa fonda bizə tam bir məhsul əldə edə bilir. Amma ağızdan çıxan səslə deyilik səsin bir ağızda mimikanın üstə düşməməsindən biz ayırd edə bilərik. Bu texnologiya ilə hazırlanan videolar çox vaxt əyləncə məqsədi ilə təqdim olunsa da, bəzən riskli halların baş verməsinə də şərait yarada bilir. Mütəxəssislər bildirirlər ki, şübhəli videolara inanmazdan əvvəl mənbəyini yoxlamaq, süni intellektin yaratdığı potensial manipulyasiya risklərini nəzərə almaq vacibdir. Həsən Məmmədov, Tərlan İbrahimova, Rafət Kərimov, NTV Xəbər.